Ayna bu taksi sürücülərini top kimi ortalıqda oynadırlar. Bir tərəfdə ayna, bir tərəfdə Yango, bir tərəfdə Bolt. Şirkətlər istədiklərini eləyirlər, istədiyi faizləri qoyurlar. Bir tərəfdən də filtlər. Deməli, reklamını vurdurmaq üçün yalnız gələ filtə keçirsən, filtdən vurdurasan. Tamam, nəysə bunu eləyən elədi. Sahibkarlar da qalıblar yaman gündə, bilmirlər neynəsinlər. Sürücülər də qalıblar yaman gündə. Arkadaş, bu BYD-ləri keçirtmək istəyən Ekoya, sən nəyə görə bunu belə uzadırsan? Qısa konkret, Fenderləri necə keçirtdinsə, BYD-lər də həmçinin. Kateqoriyanı bağladı, necə keçdi Ekoya. Yox, sürücü dəyişikliyi olanda, məsələn, mən gətirmişəm salafan bir BYD, sala bilmirəm bunu komforta, amma 2024-ün BYD-si işləyir komfortda. Bu nə qədər düzgündür? Və yaxud sürücü, indi sahibkar sürücünün ağzı ilə oynamalıdır ki, bu sürücü işdən çıxmasın. Bu nə desə onunla oturub durmalıdır ki, heç bir sürücü işdən çıxmasın, maşın komfortda qalsın. Yəni belə şeylər ancaq yenə dediyim kimi ortalıqda belə istəyir sahibkar olsun, istəyir sürücü olsun, top kimi pas atırlar ona, pas atırlar buna. Qolu da vuran özləridir, jackpot da aparan özləridir. Belə olmaz ya qardaş, günahdır, vallahi günahdır. İstəyir sahibkarı olsun, istəyir taksi sürücüsü olsun. Yəni bu insanlar, adamlar var ki, evini satıb sahibkar olmaq üçün 5 dənə 10 dənə maşın alıb ki, pul qazanacaq. Adamlar var, banklara girib kredit əldə edib ki, maşın alıb sahibkar olacaq, pul qazanacaq. Nə bilim, digər sürücülər var ki, istəyir ki, 5-10 manat ailəsinə çörək aparsın. Konkret qiymətləri də elə günə qoyurlar ki, istəyir Bolt olsun, istəyir nə bilim, Yangosu olsun. Qiymətlər o qədər aşağıdır ki, heç nə plan çıxartmaq olur, nə yanacaq pulu, nə digər. Ümumiyyətlə sahibkar kimi pulun qazana bilmir. Yerdə qalan sürücü də sürücü kimi pulun qazana bilmir. Ancaq müştəri də, yəni müştəri də o tərəfdən razı deyil. Nə olsun ki, qiymət aşağıdır, vurur maşın tapa bilmir. Eko ümumiyyətlə çaspik vaxtı ələ keçmir. İndi başa düşdük, aydın məsələdir. Eko olsun deyə, tamam, bu nədir? BYD-ləri keçirdiniz o kateqoriya. Amma keçirdiniz, bunu bir dəfəlik elan eləyin, cəmaət işin bilsin də. Maşın alanı var, maşın satanı var. Nə bilim, sürücü qalıb belənçinə, sahibkar qalıb belənçinə. Bunlara bir çəki düzən verən bir dənə qurum hələ ki yoxdur. Hamı öz xeyri üçün əlləşir, hamı özün fikirləşir. Yəni heç kim xalqı fikirləşmir, heç kim öz millətin fikirləşmir, heç kim qarşındakını fikirləşmir. Onun axırı hara gedəcək?